Qəhrəman Azərbaycan qadınları. Azərbaycan tarixi güclü, qüdrətli qadınlardan xali deyil. Qəhrəman Azərbaycan qızlarının Böyük Vətən müharibəsində Alman faşizm üzərində çalınmış böyük qələbədə xidmətlərindən dəfələrlə söhbət açmışıq. Böyük Vətən müharibəsi illərində ziyalı qadınlarımız dayanmadan şərəflə işləyiblər. Zərif məxluqlar mübariz olduqlarını təkcə ailə adlı qalanın qorunmasında deyil, hərbi libas geyinib hər qarış vətən torpağı uğrunda əllərinə silah alarkən də nümayiş etdiriblər. Azərbaycanın qəhrəman qızlarının Qarabağ savaşında da yaxından iştirak etdiyi hamımıza məlumdur. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan igid oğullarımızla çiyin-çiyinə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qızlarımız da qoşulublar. Milli qəhrəmanlar Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımuradova, Vəfa Mansurova və Sücayət İskəndərovanın da qəhrəmanlığı Azərbaycan qadınlarının yeni dövr fədakarlıq rəmzidir. Bu qəhrəmanlıq səlnaməmiz bugün də davam edir. Bugün sizə təqdim edəcəyimiz bir ömrün səlnaməsi verilişini belə cəsur qadınlarımızdan birinə, Şəmkir rayonunda yaşayan 1-ci Vətən müharibəsinin veteranı, səngər xilaskarı Nəzakət xanıma və onun həyat və döyüş yoldaşı Nizami müəllimə həsr etmişik. Tibb bacısı Nəzakət xanım Məmmədova Gədəbəyin müdafiəçilərinin ən yaxın köməkçisi olub. O qanlı döyüş meydanlarında onlarla yaralı döyüşçünü ölümdən xilas edib. Aslanın erkəyi dişisi olmaz deyiblər. Bu günlərdə 70 illik yubileyini qeyd edən Nəzakət xanımla gəlin elə Nəzakət xanımın özünün təqdimatında tanış olaq. Mən Məmmədova Nəzakət Ziyad qızı 1955-ci ildə Gədəbəy rayonunun Saratuka kəndində anadan olmuşam. Ziyalı ailəsində böyümüşəm. Atam uzun müddət məktəb direktoru işləyib, anam müəllim olubdur. 3 qardaş, 5 bacı olmuş ailədə. Hər birimiz ali təhsilliyik. Mən pedaqoji universiteti qurtardım və orta məktəbdə, həmin oxuyub qurtardığım məktəbdə müəllimliklə fəaliyyətə başlamışam. Sonra 1985-ci ildə Bakıya köçmüşük. Orada Azneft Gəl Fizika İnstitutunda işləmişəm, mühəndis vəzifəsində. 92-ci ildə artıq ermənilər hücum etmişdi və mən də bu haqsızlığa dözə bilməyib, özüm könüllü sürətdə orduya getmişəm. Ailəm əvvəlcə razılıq vermirdi, amma elə 92-ci ildə mənim babam rəhmətlik Gədəbəy rayonunun Şınıq bölgəsində yaşayırdı. O rəhmətə getmişdi Bakıda. Biz cənazə ilə birlikdə gəldikdə Başkənd deyilən erməni kəndinin içindən keçməliydik. Biz meyitlə bərabər səhərdən axşama qədər gözlədik ki, Rus ordusu tanklarla bizi ötürsünlər. Çox çətinliklə keçdik erməni kəndinin yanından və qaydan başı da yenə erməni maşını bizim dalımızdan düşdü. Mən heç cürə dözə bilmədim ki, biz nə günlərə qalmışaq ki, öz torpağımızda, öz elimizdə, öz obamızda biz öz meydimizi rahatlıqla bastıra bilmirik. Mənimlə işləyən milli qəhrəman Salatın Əsgərova 92-ci ildə şəhid oldu, ilk şəhid qadın kimi. Onu gətirdilər. Onun dalından Xəlil Türkün oğlu Təbriz və yenə iş yoldaşım Tahir adlı bir oğlan. Bunlar da şəhid oldular Ağdərə əməliyyatında. Mən heç cürə qərar tuta bilmədim ki, Xocalı hadisəsində bizim cavan gəlinlərimiz, qızlarımız əsir düşüb.
ve könüllü olarak özüm orduya yazıldım. Orduya gittim. Orada ilk dəfə demək olar ki, çox çətinliklər çəkdik. Çünki tibbi ləvazimatlar yox idi, silahımız yox idi. Döyüşlər başlayanda ilk dəfə özüm atanırdım, döyüşə gedirdim ki, o birisi bizim qeyrətli oğullar da ürəklənsinlər, fərəhlənsinlər ki, həqiqətən bizim xanımlarımız döyüşə gedir, biz niyə qalmalıyıq? Ona görə demək olar ki, mənim gəlişim bir batalyon üçün böyük bir çağırış oldu. Onda özünün müdafiə batalyonu, könüllü müdafiə batalyonu yaranmışdı və o könüllülərin sayı mən gedəndən sonra daha da çoxaldı. Onun özü bir çağırış oldu mənim gedişim. Qızğın döyüşlər gedirdi. Hər döyüşlərdə mən fikir verirdim ki, Bağırov Nizami 5-ci rotanın komandiri çox şücaətlə döyüşürdü və çox vətənpərvər idi. Onun qeyrətinə, onun vicdanına mən bələd oldum və elə orduda da biz ailə qurduq. Heç xatırımdan çıxmazkən bizim toy olan ərəfədə demək olar ki, elə 90% hərbiçilər gəlmişdi. Gün ortadan sonra təzəcə Pisimula ilə oturmuşlar, birdən rasiya ilə məlumat verdilər ki, atəş başlandı. Yarı-yarımçıq qoydular, hamı çıxdı, getdi o cümlədən elə həyat yoldaşında. Biz görmüşük ki, toy olanda bəy gəlin öz evinə gedər, amma yoldaşım birinci çıxdı, onlarla bərabər getdi. Mən də çox xahiş edim qaynanamdan ki, mənə nə olar bir kofta ver, bir şalvar tapın mənə, mən də gedim. Çünki gəlin paltarındaydım. Nəysə, o günkü döyüşdə çox uğurla başa çatdı, bizimkilər tərəfdən itkin olmadı. Və sabahsı gün yenə toyun dalı davam elədi. Həmin döyüşçülərin bir neçəsi yenə təkrarən gəldi. Və qaynanam həmişə danışıb gülürdü ki, bizim gəlinimiz elə qapıdan içəri girən kimi döyüşə gedəsi oldu. Nəysə, çox çətinliklərimiz olub, amma ona baxmayaraq, həqiqətən 92-ci ildə də elə sonralar da Azərbaycan ordusunun qeyrətinə bütün dünya artıq bələddir. Biz o döyüşlərdə çox şücaətlə vuruşurduq, döyüşürdük və mən də ilk yardımımı həmişə göstərmişəm bütün əskərlərə. Həyat yoldaşımla bərabər hara getmişik, biz qoşa getmişik, ona görə bizi qoşa göyərçinlər adlandırırlar və bizim haqqımızda çoxu kitablar yazılıb, çoxu qəzetlərdə yazılar dərc olunubdur, mahnılar bəstələnibdir. İndi artıq da 70 yaşım tamam olub. Ordudan tərxis olandan sonra biz köçdük Şəmkirə. Şəmkirdə bizim keçmiş komandirimiz Polkovnik Cahangir Rüstəmovun adına olan məktəbdə mən riyaziyyat müəlliməsi işləyirəm, hal-hazırda da işləyirəm. Bir evladımız var, ali təhsillidir, 5 dil bilir. Bu yaxından inşallah xeyir işimiz var, onun toyunu görəcəyik. Allah bütün hamının subaylarına toy qismət eləsin. İnşallah ki, artıq da yəqin ki, mən də yorulmuşam, oturacam evdə, gələcəkdə nəvələrimə baxacam. Həyat yoldaşımla da bərabərik, həmişə də bərabər olacaq. Qoşa gəlmişik, qoşa da gedəcək. Getməyi düşünmək hələ tezdir, Nəzakət xanım. Ətrafınızda sizi sevənlər, sizə dəyər verənlər varsa, yaşamağa dəyər. Və bugün hamının sizə təbriki var. Əziz bacım, əziz qonşum, bugün hörmətli Nəzakət xanımın 70 illiyi yubileyi qarşısındayıq. Yubiley elə belə yubiley deyil. Yubiley ağır, məşəqqətli günlərin, qanlı qadalı günlərin xatirəsindən baş-başa duran yubileydir. Mənim üçün çox şərəfli bir gündür ki, anasının yubileyi Elnurun toyuyla üst-üstə düşüb. Mənlə bu sevinci yaşayan, mənlə yaşayan, mənəviyyətlə yaşayan həm süd anasına, Səadət xanıma deyirəm ki, xoş gəldin. Həm bacıma deyirəm, xoş gəldin. Hörmətli bu verilişi ərsəyə gətirən gözəl jurnalist bacıma da deyirəm ki, Allah sizi var eləsin. Mən sizi nə öz ailəmdən, nə də bu çəkdiyin əziyyətdən aralı saxlamıram. Mən səni Salatər Əsgərovadan da ayırmıram. Sən
ağır qanlı qadalı günlərdə Gədəbəy rayonunun döyüş bölgəsində böyük əməyin olub. Çingiz Mustafayev də səni kimi əlində aparat, bir erkək zinətli qadın kimi onların yolunu davam etdirir. Gözəl bacım, 33 ilin canlı şahidi. O keşməkeşli, ağır günlərimin canlı şahidi. Günlərimizin daha doğrusu. Səni 70 il ad günü münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Arzu eləyirəm ki, bu həyatda itirdiyin arzuların hamısını Allah bu gerdə qalan ömrünə yazsın inşallah. Elədiyin arzuları nəysə körəldim, həmin günlər yadıma düşdü. Sizi o qədər çox istəyirəm, səni bir bacım kimi. Çox sağ ol. Bir daha təbrik eləyirəm, bir daha Allah arzularına çatdırsın. Var olasın. Teşekkür ederim Elek. Nəzkət müəllim, mən sizi 70 illik yubileyiniz münasibətindən ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, həyatda hər bir yaşayan insana can sağlığından əziz, ondan qiymətli bir şey yoxdur. Bugünkü gün biz bir ailə olaraq qardaşım Nizam müəllimin həyat yoldaşı kimi, bir əziz bacım kimi, yengəm kimi mən sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Keçdiyiniz həyat yolun bugünkü gününə qədər siz həqiqətən də çox qəhrəman bir xanım olmuşsunuz. Mən səni 70 illik yubileyin münasibəti ilə canı qəlbdən təbrik edirəm. Sənə həyat yolunda uzun ömür, can sağlığı, dünyada ən xoşbəxt gün olan günlər arzulayıram. Xoşbəxt günlər çöhrənizdən, sifətinizdən əski olmasın. Allah sizi həmişə var eləsin. O bir balağın üstündə nətər deyim, səsiniz, nəfəsiniz, böyüklüyünüz heç vaxt əski olmasın. Əziz və dəyərli Nəzakət müəllimə, gözəl ana, gözəl bacı, vətən fədaisi. Yubileyiniz mübarək olsun, düşəri olsun. Allah sizə can sağlığı versin və sizin vətən üçün məhəbbətiniz, insanlar üçün olan sevginiz heç zaman tükənməsin. Siz vətənin ən fəal xanımlardan birisiz və həqiqətən də vətən üçün canından keçən bir Azərbaycan xanımı, bir Azərbaycan anası, bir Azərbaycan qadını, bir müəllimə, bir vətəndaş. Bundan gözəli nə ola bilər? Allah sizə gözəl ömür, can sağlığı, sağlam həyat və ürəyinizdəki arzular həyata keçməyə Allah nəsib eləsin. Mənim bir qonşu kimi təbrik edirəm 70 ilini. Gözəl neçə illər qonşu olmuşuq, bacı olmuşuq. Mən də təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Həmişə bir yerdə. Həmişə bir yerdə. Mənim əzizimdir. Ən əziz qonşuyuq, həm bacıyıq, həm anayıq, həm qonşuyuq. Allah ayırmasın. Çox sağ olun. Mehribançılığınız daim olsun. Çox sağ olun. Çox sağ olun. Mən Nəzakət Məmmədova və Bağırov nizamı haqqında bir neçə kəlmə keçmişdən danışmaq istərdim. Nəzakət Məmmədova ilk dəfə Gədəbəydə öz müdafiə batalyonu yarandı. Həmin vaxtı deyərdim ki, çox kişilərdən, çox oğullardan qeyrətli çıxdı və öz müdafiə batalyonu ilk təşkil olunanda Nəzakət xanım da həmin batalyonun tərkibinə daxil oldu. Sonradan Bağırov Nizami isə sonradan bizim batalyona gəldi. Bizim batalyonda ağır döyüşlərində iştirak edib, çox böyük fədakarlığı olub. Alagöllər postu adlanan posta birbaşa onun xidməti yüksəkdir. Olduğu devirdə hər ikisi çiyin-çiyinə Azərbaycanın müdafiəsində, Gədəbəyin müdafiəsində xüsusi xidmətləri olub. Nəzakət xanım təkcə qadın olmağı ilə bərabər çox oğlanlara nümunə oldu və onun bu ordu sıralarına daxil olmasından sonra bir çox insanlar ondan örnək götürərək öz müdafiə batalyonunun tərkibinə daxil olmağa səy göstərdilər
və o həmişə nümunəvi hərəkəti ilə əsgərlərə ruhi qida verirdi. Belə ki, daimli səngərlərə gəlirdi, heç nədən qorxmadan o atəşin altında gəlib mənəvi dayaq olurdu əsgərlərə. Belə deyim, bölük komandiri idim. Bölüyə gəlirdi və səngərdə əsgərlərə mənəvi dayaq olurdu. Onların bir ana qayğısı göstərirdi, bir bacı qayğısı göstərirdi həmişə. Tale elə gətirdi ki, həmin döyüşlərdə onlar tanış oldular və elə 92-ci ildə də onlar ailə həyatı qurdular. Ailə həyatı qurandan sonra da hər ikisi ordu sıralarında öz xidmətlərini davam etdirdilər və gedən ağır döyüşlərdə Bağırov Nizaminin xüsusi xidmətləri olub. Mən buradan elə Bağırov Nizamiyə, Nəzakət xanıma da öz təşəkkürümü bildirirəm ki, elimizin, obamızın elə çətin günlərində vətənin qorunmasında bizim hər birimiz üçün çox dəyər verdiyimiz xanım olaraq ordu sıralarına qatılaraq əsgərlərimizə mənəvi dayaq oldu. Mən çox danışa bilərəm bunlar haqqında, əsasən də Nəzakət xanım haqqında daha çox danışaram. Çünki ordu sıralarına ilk qatılanlardan biri olub və 92-ci ildən 808 saylı Özünü Müdafiə Batalyonunda onun xidmətləri xüsusi qeyd olunurdu. Belə ki, heç nədən qorxmadan deyərdim ki, Həcər, nigar qeyrətli bir xanım oldu. Öz hərəkəti ilə, öz davranışı ilə digər xanımlara da nümunə oldu. Bağırov Nizami isə dəfələrlə gedən başkənd əməliyyatından tutmuş digər əməliyyatlarda, ondan qabaqki əməliyyatlarda və ondan sonraki erməni təcavüzünə qarşı olan döyüşlərdə həmişə ön cərgələrdə olmuş, xüsusi xidmətlər göstərmişdir. Mən həmişə deyərdim ki, mən bu cütlüklə qürur duymuşam. Onlar həmişə digər hərbiçilərə nümunə olublar. Ona görə də onlar haqqında saatlarla danışmaq az olar. Mən bir daha bu qoşa göyərçin adı verilmiş bu şəxslərə öz təşəkkürümü bildirirəm və mənim üçün də çox sevindirici bir hal oldu ki, bunlar haqqında hər hansısa bir veriliş hazırlandı. Bu verilişi hazırlayanlara da özlərin təşəkkürümü bildirirəm. Bizim ordumuzun silahı yox, hazırlığı yox. Yəni ki, elə qəflətən müharibə şəraitinə məcbur olduq. Ona görə odlu alovlu deyirəm. O vaxtı belə silahlar yox idi, belə texnikalar yox idi. İnanırsınız, ən çox yadda qalan bilirsiniz nədir? Dördlər deyirlər Peravalda, 7 gün qardan ora tərpənmək olmurdu. Bunlar orada ac, susuz, təsəvvür eləyin ki, apardıqları makaron qarın üstünə tökülür. O qarı üstündən makaronu yığıb, çörək yox, pişirib o yanındakı o sərhəddə duran əskərlərə özü yemədən onları yedizdirib. Yəni ki, deməkdə məqsədim odur ki, əli yalın çox ağır günlər olubdur. Bizim şəhidlərimiz də olub. Allah rəhmət eləsin Cahangir Rüstəmova, bizim komandirimiz. Onun sayəsində alındı başkənd. Onun sayəsində Əli, Rizvan, Rövşən var idi. Allah onların məkanını, onsuz da cənnətlikdir onlar. Məkanları cənnət olsun. Topçu İskəndərimiz var idi, əvəz olunmaz qəhrəmanımız. Allah onun məkanını cənnət, yerini nurla doldursun. Çox gözəl insan idi, çox gözəl vətənini, xalqını. O özü Meseti Türkü olmağına baxmayaraq biz ayrı seçkilik salmamışıq. Həmişə onu əziz qardaşımız, əzizimiz kimi qarşılamışıq. Eləcə də əskərlərimiz bir sözünü iki eləməyiblər. Allah Cahangir müəllimə də rəhmət eləsin. Bütün onların timsalında bütün şəhidlərimizə, yəni həmən başkəndə alınan vaxtı bizim şəhidlərimiz də olub. Məzahir Rüstəmov var idi, Cahangir müəllimin qardaşı oğlu. O gəldi ki, mənim
doğulduğum yer, doğulduğum vətən əgər düşmən altında, əgər orada inildiyirsə, mən burada otura bilmərəm. O öz sənətini, o öz işini atdı, gəldi. Öz vətənini qorumağa, öz doğulduğu torpaqda bacardığı qədər qulluq eləməyə. Allah, o da şəhid oldu, onu da Allah məkanını cənnət eləsin. Nur içində uyusun. Çox gözəl insanlar idi. Onların, Rüstəmovların genində var idi vətənpərvərlik, vətən uğrunda candan keçmək. Eləcə də Nəzakət müəllimənin öz nəsli, kökü, yoldaşı Nizami müəllimlə birlikdə onlar həmən cəbhədə, eyni cəbhədə vuruşublar. Elə ailə həyatını da həmən ərəfələrdə qurublar. Allah onların gələcəyini gözəl eləsin. İtirdiklərini Allah yenidən onlara qismət eləsin. Nizami müəllim də həm gözəl komandirdir, həm də bugünkü günə kimi də məktəbdə hərbi dərsdən dərs deyir uşaqlara. O, öz sənətini, öz vətənini o qədər sevən insandır ki, onları o cəbhə, o odlu, alovlu günlər birləşdirdi. Allah onların gələcəyini parlaq eləsin. Çox vətənpərvər insanlardır. Nə deyim, o qədər epizodlar var. Vallahi elə bil adamın şundan çıxır, bir-bir dedikcə yada düşür. 1992-ci ildə biz hamımız cavan idik. Birinci Qarabağ müharibəsində istər Nizami müəllim öz peşəsini, istər Nəzakət müəllimə öz peşələrini atıb, demək, Gədəbəy rayonu Saratovka kəndində yerləşən 1-ci 808, sonra 862 sayılı alay, eyni zamanda sonradan isə demək 171 sayılı briqadanın tərkibində biz hamımız döyüşdük. O qanlı qadalı günləri bir yerdə. Allah rəhmət eləsin, yeri behişt olsun Cahangir müəllimin, Cahangir Rüstəmovun. Biz onun demək təşkil etdiyi o böyük hərbi birləşmədə hər birimiz öz должностumuza, hərbi vəzifəmizə görə biz o qanlı qadalı günlərin iştirakçısı olmuşuq. Demək, bizi tanıyırdılar. Yəni, ailədə, hərbi hissədə bizim böyük qardaşım Nizami müəllim, mən və Nəzakət müəllimə biz ailəvi olaraq o döyüşdə iştirak edirdik. Və inanın ki, baxmayaraq ki, Nəzakət müəllimə qadın olaraq, xanım olaraq, bəlkə də digərləri elə bilirdi ki, döyüşdən qorxacaq, döyüşün ən qaynar çağında, ən öndə gedən döyüşlərdə iştirak etməyəcəkdir. Amma o vəzifəsini hamıdan layiqli, hamıdan belə cəsurcasına aslanın erkəyi dişisi olmaz deyiblər və mən deyərdim ki, Nəzakət müəllimə orada həqiqətən də bir əlində avtomat, bir əlində tibbi ləvazimatlar döyüşdür də. O döyüşü, hər bir kəs döyüşdə iştirak edən kəslər o döyüşün nə olduğunu, oradakı hiss həyəcanları dərk edirlər. Əlbəttə, oradakı ən qeyrətli, ən ürəkli kişilər belə görürdün ki, o mərmilərin, yağış kimi yağan mərmilərin partlayışları, minamyotların, qalbitsaların, tank əleyhinə mərmilərin hər tərəfdən bədnam erməni hərbiçiləri tərəfindən dəfələrlə atəşə tutulan, demək, Hörükdaş Pereval deyirdik biz ona o vaxtı. Hörükdaş uğrunda gedən döyüşlərdə. Sonra mən biraz unutmuşam, yəqin ki, Nizami müəllim mənə kömək edər. O Başkənd əməliyyatı əlbəttə ki, o çox böyük bir geniş miqyaslı əməliyyat idi ki, biz onda da Allah rəhmət eləsin Cahangir müəllimin və onun əmri ilə, onun tapşırıqlarıyla həyata keçirilən hərbi taktikanın sayəsində biz o ilan yuvasını, deyərdim ki, böyük bir ərazini, baxmayaraq ki, Gədəbəy rayonunda heç bir, deyək ki də, döyüş gedən vaxtı inanın ki, Nizami müəllimin yaxşı yadındadır, xatırlayır. O vaxtı Şəmkirdən ora rəhmətli Cahangir Rüstəmovun təkidinlə, tələbinlə 4 təkərli 4 ədəd Bulud dağıdan toplar aparmışıq.
Hətta onu Başkənd ərazisində yerləşdirə bilməmişik. Onu biz Saratovkanın elə bir yeri var idi ki, o Sporno deyilən bir ərazisində yerləşdirib Başkənddə müəyyən atəşlərin söndürülməsi və niyyətində olduğumuz o Başkəndi ermənilərdən ermənilərin əlindən alıb özümüzün ərazimiz kimi o kafirləri oradan qovub həmin yerlərdə, həmin torpaqda öz hərbi birləşmələrimizi, əskərlərimizi və zabitlərimizi yerləşdirmək fikrimiz var idi. Çox şükürlər olsun ki, çox ağır əməliyyatlardan sonra biz Başkəndi də işğaldan azad elədik. Allah rəhmət eləsin İskəndər Aznavurova, yeri behişt olsun. Allah rəhmət eləsin Pünhana, Allah rəhmət eləsin Pünhana, Allah rəhmət eləsin Sahib Rüstəmova, Məzahir Rüstəmova və bütün bu igidlərimizlə, bu qeyrətli oğlanlarımızla biz bu döyüş əməliyyatlarında 1992, 93, 94, 95-ci ilin iyun ayına qədər idi, səhv etmirəmsə, Nəzakət müəllimə 95-in sonuna qədər, bəli, iyun ayına qədər inanın ki, Nizami müəllimlə çiyin-çiyinə, bizlə çiyin-çiyinə o dağlarda, daşlarda baxmayaraq ki, qar var, qiyamət var, baxmayaraq ki, yağış var, yağmur var, bütün onların ağır, çətin, bir xanım üçün əlbəttə çətin idi. Amma o özünü Həcər kimi, o özünü Nigar kimi aparırdı, Köroğlunun Nigarı kimi, Qaçaq Nəbinin Həcəri kimi, Nizami müəllimin də Həcəri Nəzakət müəllimi idi. Və həqiqətən də hərbi birləşmədə Nəzakət müəllimənin o qədər böyük hörməti var idi ki, bu hörmət hər bir zabit, hər bir əskər üçün qarşılıqlı idi və Nəzakət müəllimə döyüşün o qızğın çağında əlində, yenə qeyd etmək istəyirəm ki, bir əlində avtomat, bir əlində tip sumkası, elə bilirdilər ki, əskərlərimiz və zabitlərimiz öz doğma anaları, bacıları gəlir. Və həyat elə gətirdi ki, Nəzakət müəllimə ordudan təxris oldu. Ordudan təxris olunandan bu yana bir 30 illik ömür keçdi. Nəzakət müəllimə, istər Nizami müəllim, istər Nəzakət müəllimə heç zaman hərbi xidmət etdikləri ərazidən və digər ərazilərimizdən, istər Kəlbəcər istiqamətində gedən döyüşlərdə, istər 2016-cı ilin aprel döyüşləri, istərsə də sonradan demək 44 günlük müharibədə inanın ki, müharibə başlayandan ta sona qədər bizim ən qaynar nöqtələrimizdə, Füzulidə, Zəngəlanda, Qubadlıda, sonra su qovuşanda, ondan sonra deyək ki, bizim Cəbrayıl zonasında, yəni bütün ətrafına da digər ehtiyata buraxılmış zabitlər və gizirlər və onun özünün vaxtilə xidmətdə olan bacılarınla bir yerdə, qardaşlarınla bir yerdə təxirə salınmaz tədbirlər görüldü və maşınlarla ön cəbhəyə yardımlar aparıldı və o yardımların nöqtə və nöqtə, yəni ən qabaqda gedən ağır döyüş əməliyyatlarında onlar heç nədən qorxmadılar. Ona görə bu qorxmazlıq onlarda var idi ki, onlar 1-ci Qarabağ savaşını, Qarabağ döyüşünü görmüşdülər və bu döyüşlər onlar üçün heç də digər bir mövzuda, digər bir müstəvidə o qorxu hisslərini yaşamadılar. Biri-birindən ardıcıl 30 il düşmən tapdağında qalan Füzulimizin, Cəbrayılımızın, Zəngilanımızın, Qubadlımızın və Tərtərin ən qaynar nöqtələrindən olan su qovuşan, eyni zamanda Ağdərənin azad olunması və digər bu işğaldan azad olunan yerlərindəki əhval-ruhiyyə, öndə əskərlərimizin, zabitlərimizin, arxa cəbhədə isə bax bu insanların, Nəzakət müəllimə, Nizami müəllimin və onların ətrafına yığdığı, topladığı, ehtiyatda olan zabit və gizirlərin, əziz tibb bacılarımızın sayəsində hər bir yardım onlara çatdırılırdı. Bizim əskərlərimiz də, komandirlərimiz də çox gözəl əhval-ruhiyyədə idi. Həkimlərimiz, mən o vaxtı 171 nömrəli idi da bizim çastımız. Gədəbəyin Saratovka kəndində bizi o köynə bağça var idi, orada yerləşdirdilər. Mən orada tibb bacısı işləyirdim və özüm elə bil öz istəyimlə könüllü olaraq
gəldim mən hərbiyə. Allah hər bir kəsin köməyində olsun. Bizim elə Şəmkir rayonunun bütün qadın, kişi hər kəsin ürəyindən keçirdi. Bax bu müharibədə, bu elan olunmamış müharibədə canla, başla könüllü iştirak eləsin. Bizim könüllülərimiz də çox idi. Könüllülərimizin içində nə qədər şəhidlərimiz oldu. Polad Kətdən Eldəniz var idi. İnanırsınız, mən hələ də təsəvvür eləmirəm, onu boyutda, uzunluqda, enli kürəkli bir oğul. Çox qoçaq, kəşfiyyat bölümünün komandiri idi. Allah əgər durursa, əsir düşmüşdü, durursa Allah qapısını açsın, yolunu açsın. Şəhid olubsa, məkanı cənnət olsun. Bizim baş həkim var idi, əskər doktor deyirdi, mən bu vətənsevər, vətənpərvər qızlarımla fəxr eləyirəm. Allah onun da məkanını cənnət eləsin. Çox gözəl insan idi. Biz hamımız arzu edirdik ki, biz əlbəttə ki, kafir, yağı düşmənlərin tapdağında olan bu 30 illik həsrəti sona çatdırıb, əlbəttə ki, döyüşən igid oğlanlarımızın sayəsində, igid qartallarımızın sayəsində biz ona nail ola bildik və Şuşanı işğaldan azad edən, xüsusi təlimlər keçmiş 052 saylı hərbi hissənin igid, cəsur, deyək ki, qartallarının sayəsində, onların komandanı cənab generalımız, hörmətli Azərbaycanın igid oğlu, layiqli oğlu Hikmət Mirzəyevin, general polkovnik Hikmət Mirzəyevin sayəsində və bizim Şuşanın uğrunda şəhid olmuş Şuşa qartallarının sayəsində biz Şuşanın da işğaldan azad olduğunu gördük və Dəmir Yumruq orada da öz sözünü dedi və Dəmir Yumruğun altında birləşən Azərbaycan Silahlı Qüvvələrinin hər bir giziri, hər bir zabiti, hər bir əskəri Şuşanın azad olunması uğrunda ölümə hazır idilər və nətər deyərlər, erməninin gözünə kül üfrə-üfrə şəhid oldular. Qazilərimiz yaşayırlar, onlara can sağlıqlar edirəm. Allah şəhidlərimizin yerini behişt eləsin, Allah onların yerini cənnət eləsin, o dünyalarını versin. Biz bu döyüş yolunu keçdik. Bugün mənim ailəmə gəlib, mənim haqqımda, ailəmin haqqında, ətraf qohum-əqraba haqqında, eləcə də döyüşlərdə 92-ci ildən xidmət eləyən bacım oğlanları, anası buradadır, böyük bacım buradadır, anarım, vüqarın iştirakı ilə, böyük balaca qardaşım Polad müəllimin iştirakı ilə, ümumiyyətlə bizi bugünə ərsəyə gətirən cəmiyyətin özünün varlığından, qələbəmizin varlığından, əhli əyalını öz sinəsinə çəkib, sərkərdə kimi sinəsini irəli verən Polad Həşimovun adını çəkmək istəyirəm. Ona görə ki, o bir sahibəz zaman idi, gəldi, 21-ci əsrin gəncliyini öz arxasından apardı, qələbəmizə rəhin oldu, qələbəmizə bayraqdar oldu, qələbəmizi yaşadan oldu, qələbəmizin qələbəsini çalan bir əmin-amanlığı bərpa edən general kimi onun adını çəkməsəm olmaz. Eyni zamanda Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, memarı, Ulu Öndər Heydər Əliyevin 102 illik anadan olduğu gün münasibəti ilə mənim ailəmə gəldiyiniz mənim üçün böyük fəxarətdir, şərəfdir, böyük bir, necə deyim, ən ali bir mərtəbədə duran, uca Allahla bərabər duran, uca Allahın hakimi, hökmü, məqamı qarşısında əlini Qurana basıb dəmir yumruğunu qaldıran Azərbaycanın ordu generalı. Fəxr edirəm ki, atası general mayor idi, özü müharibəyə başçılıq edən ordu generalı kimi bu vəzifəyi şərəflə ata vəzifəsini yerinə yetirən bir sərkərdə kimi onun əhatəsində bizim bugünkü yaşayış tərzimizi, mənəviyyatımızı, şəxsiyyətimizi, məqamlarımızı üst-üstə salan, Çindən Avropaya qədər ki yolu açan, 5 ölkədə müharibəni sakitləşdirən, ona rəhbərlik eləyən, söz sahibi olan Ali Baş Komandan, böyük sərkərdə, ordu generalı prezidentimiz Möhtəbər xanımınla bərabər
Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanımla bərabər, balalarıyla bərabər döyüş bölgələrində yaratdığı əmin-amanlıqla bərabər mən yeganə bir fikrə gəlirəm ki, var olsun bu dövləti yaradan, quran memara, var olsun o memarın evladına ki, ustad oğlundan şəhid olmur. Bugün sərkərdə kimi, Azərbaycanın şahı kimi, vətənpərvər oğlu kimi bu günü bizə qismət edib. Hörmətli Nəzakət müəllimə, siz hər ikiniz Nizami müəllimlə çiyin-çiyinə bu günə qədər gəlmişsiniz, bu günə qədər gələ bildiniz. Həyatınızı hərbə həsr etdiniz və sizin hal-hazırda Respublikamızda qazandığınız hərb yolundakı böyük nailiyyətlər sizin yorulmayan bir cəsur qadın kimi, xanım kimi, xanım döyüşçü kimi bizim bilirsiniz ki, sadəcə az olsa da qadın deyək şəhidlərimiz də var. O şəhidlərimizin də, onlar da bizim analarımız, bacılarımızdır. Qəbirləri nurla dolsun, Allah onlara rəhmət eləsin, yerləri behişt olsun. Mən bir daha xüsusilə vurgulamaq istəyirəm ki, sizin 70 illik yubileyiniz sizin həyatınızda bu ailənin, yəni vətən uğrunda xidmətləri, vətən uğrunda sizin nailiyyətləriniz, adınız, sanınız, ətrafınıza topladığınız ən dəyərli dostlar hamısı sizin vətən uğrunda, vətənə olan xüsusi sayğınız, qayğınız, eyni zamanda vətəni digərlərdən daha çox sevməyinizin təzahürüdür ki, biz sizi həmişə bizim 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü, qələbə günümüzdə siz deyək ki, müəyyən mühüm tədbirlərdə şəhid ailələrindən işlətdiyiniz yaxın dostluq, əməkdaşlıq, qazilərimizə bu gün də nəzarətinizdə olan qazilərimizin ailəsinə, evlatlarına və özünə etdiyiniz yardımlar, bunlar hamısı diqqəti cəlb edir və mən həqiqətən də sizlə fəxr edirəm. Bir daha demək istəyirəm ki, sizin bu günə qədər keçdiyiniz həyat yolu sizin üçün ən şərəfli yoldur və o şərəfli yolda siz heç zaman büdrəmədiniz, Allah sizi büdrətməsin. İndən sonra Nizami müəllimlə Allah Taala'nın sizə verdiyi ömrü günü mənalı yaşayasınız və mən hər ikinizi sağlam görüm. Bir daha təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Sizə oğul toyu, qız toyu arzu edirəm. Çünki sizin bir oğlunuz var. Allah onu da sizə göz dolusu versin. Və inanıram ki, Nizami müəllimin keçdiyi, sizin keçdiyiniz həyat yolu Elnur bəyin başının fəxri olacaq, başının tacı olacaq və o ömrünün sonuna kimi sizlə fəxr edəcəkdir. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Allah var eləsin. Bugün mənim həyat yoldaşımın 70 illiyidir. Hörmətli xanımım, əziyyətlərimin ən ağır günlərində buşlatımızın cibində bir parça çörək gəzdirirdik. Amma yaylaq yerində Ermənistanla sərhəd bölgələrinin ən ağır yerlərində biz elin bir çardağında oturub o taxtın, çardağın içindəki taxtın altında Allah eli var eləsin, elin yığdığı odundan od qalırdı, o közün istisinə danı sabah açırdıq. Gözəl xanımım. Çay gətirirəm sənə. Belə. Sağ olasın, teşekkürlər. Sən öpürəm. Teşekkürlər, var olasan. Yaxşı ki varımsan. Təbrik edirik. Yaxşı ki varımsan. Qoşa qarıyıq. Köylənmə. Sağ olsun. Allah sizi əşk Köylənmə, niyə eləməsin. köylənirsən? Hə, yox. Bugünkü günümüzə şükür. Əlbəttə. Hədiyyə. Mən də sənə o şagirdinin çəkdiyi portreti, xatirə portreti kimi sənə hədiyyə edirəm ki, sənə 70 illiyimdə bu portreti bizə hədiyyə. Ay, nə gözəl. Çox gözəl, çox gözəl. Çox sağ ol. Var olasan, teşekkürlər. Sən yaşa, sən yaşadıkça mən yaşayıb, mən yaşadıkça bu qoşa güvərçinlər yaşasın. Bizim haqqımızdakı dastan elin dastanına çevrilsin. Mən sevinirəm bu günə ki, həm sizin 70 illik yubileyinizdir, həm gözünün ağı qarası olan bir balanın toydu. Yəni ki, köylənirəm.
Köylənməkdə danışıqdan asılıdır. Allah Elnur'u başaca versin, Değil mi? göz dolusuca gör. Bak balaca uşaq уже böyük. Bak bugünü Elnur anadan olan gündən indiyə qədər bugünü gözləmiş ki, Elnur'un toyu olsun, Elnur'u atası, anası göz dolusuca görsün. Allah Elnur'a xoşbəxt günlər qismət eləsin, istədiyindən qoşa qarısın, qoşa yarısın, bir yastıqda qocalsınlar. Onlara nə öz ürəyindən keçən, nə arzulamışam, sana da onu arzulayım. Çok sağ ol. Qaldı Gelin bir- olmuşam. Bir balaca haşiyə çıxmaq istəyirəm. Balaca bir epizod. Nəzakət müəllimə hərbidə işləyəndə elə bil ki, həmişə kəndə Gədəbəy rayonunun Ağamalı kəndinə gəlirdi. Çiynində avtomat gələndə hamı belə həsədlə Nəzakət müəlliməyə baxırdı, deyirdi. Halal olsun Cəlal müəllimə. Allah Cəlal müəllimi var eləsin ki, belə bir gəlini, 2 dənə belə oğlanlar var. Onlarla bərabər mənim də oğlanlarım döyüş meydanında olublar, hərbiçi olublar. Hər ikisi Anarda, Vüqarda hərbini oxuyub qurtarıblar. Hərbi qulluqda olublar, vətənin keşiyində olublar. Mən evladlarımla bərabər, qardaşlarımla həmişə fəxr eləmişəm. Eləcə də Nəzakət müəllimi ilə. Nəzakət müəllimə mənim həm bacım, həm sadə gözəl, sadəlif, belə gözəl bir, nətər deyim, Azərbaycan qadını olub. Sayılan, seçilən, aslan erkəyi dişisi olmayan. Nəzakət müəllimə həmişə bizlə var olub. Nəzakət müəllimi həmişə bizim sözümüzü deyib. Mən də Nəzakət müəllimi həmişə başımın tacı bilmişəm. Ürəyim bilmişəm, canım bilmişəm. olsun bacı. Nəzakət müəllimi ilə gəlin baldız yox, biz bacı olmuşuq. Həyatda Nəzakət müəllimənin o qədər gözəl ürəyi, o qədər sadə qəlbi, o qədər təmkinli, insanpərvərə, insana uyğun, qadına uyğun, ləyaqətli bir qadın olub ki, Nəzakət müəllimi görən Nəzakət müəllimənin sadəliyindən, insanlığından fəxrlə danışıb. Heç vaxt onu unutmaq istəməyib. Mən də Nəzakət müəllimənin bu gözəlliyini, bu sadəliyini, bu insanpərvərliyini, qohumlarına can qəsdən yanmağını həmişə başımın tacı bilmişəm. Nəzakət mənim başımın tacı olub. Vuran ürəyim, döyünən qəlbim olub. Allah onu əskik eləməsin. Sağ ol bacı, sağ ol. Allah güzel atan-analara rəhmət eləsin. Gəl gedək, söhbət edək, mehribanım bir saat. Qoy gəlsin öz yerinə din imanım bir saat. Gələndə sən gələsən, ay əziz mehribanım, görüm sənsiz heç olmasın xanım hanım bir saat. Əyləşəndə əyləşginən zatı dürüst mərdinən, gen gəz, gendə dolan həm şənamərdlərdən, müxənnətin gözünü çıxardaram ha, müxənnəti ölsün görüm ellər yalan dərdinən, yalandan cahayıfsınım candan yanım bir saat. Tifirkən dərd əhliyəm, hər bir yeri gəzmişəm, hər bir cəbrə qatlanıb mən əzablara dözmüşəm. İsmim də aşıq əsəd vəsfi halın yazmışam, incitməklə çərxi mələk qoy dolanım bir saat. Ne güzel sözlerdi. Tarixdir, bu sözün hər biri, hər misrası tarixdir. Ona görə də mənim ustam Allah dünyadan keçənlərinizə rəhmət eləsin, rəhmətli Yazaflı deyirdi ki, həsrətindən həyat aləm yaranar. Bahar qızlı təbiətdir məhəbbət. Möcüzəsi yeri göyə bağlayar, kam almasa müsibətdir məhəbbət. Gör nələr deyir, dünyanı bir-birinə qarışdır. Şeiri, sənəti bir-birinə qarışdır. Ay Azaflı, o yaratdı insanı, məhəbbət bir yerin göyün sultanı. Ürəklərdir, könüllərdir məskəni, düz sevgidir, sədaqətdir, məhəbbət. Mən Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə, devlətin özünə əlini basıb and içdiyi Quranla bərabər ailə saadəti, xoşbəxtlik, mehribançılıq arzu edirəm. Allah sizi ayırmasın, necə deyirlər. Özünüzün qeyd etdiyiniz kimi qoşa göyərçinlər. Həm də sülh göyərçinləri. Sülh göyərçinləri həmişə azad olur. Burada da çəkirlər var. Allah sizləri qorusun. Bunu da xahiş edirəm, götürərsiniz. Elə bir bura qədər ki. Döyüşçü xanımlardır.
Bizim Qara generalın adı da burada gedir. Allah ona da uzun ömür versin. Dayan görüm. Bu Dayan. hə. Mənim papağımı geyinib ha burada demə o öz papağı. Uşaq qoydu, bir çək yaşamaq parmağı. Gözəl. Gözəl. Sonra bir də var. Bu da bizim bu həkim kollektividir. Elxan doktordur, sonra Çox gözəl. Nəzakət xanımdır, nə bilim də tanıdıqları. Allah- Sonra biri də var. Bu şəkili, bu da məndən odur. İntihası burada papağı dəyişmişik. O general papağını mən giymişəm. Götürdünüzmü? Sonda bir əl-ələ verin. Ay yüzlü nigarım, kimə mehman olacaqsan? Ne gözəl sözdər. Allah bu əlləri heç vaxt bir-birindən ayırmasın. Bəli, əlbəttə elədir. Bir söylə kimin şəninə şəyan olacaqsan. Ənvər çətirin var başın üstündə bu axşam. Şahı gözəlliklə mənə möhtac olacaqsan. Allah güzel. Gün o gün olsun o əllərin üstündə körpə əlləri olsun. Nəvə nəticə İnşallah oynasın. nəvə nəticə əlləri olsun. oğlumuzun toyu olacaq. İnşallah. İnşallah. Allah xoşbəxt eləsin. Bəli. Yarayan Bu olsunlar. şəkilləri Və götürüb- eyni zamanda ata anasına layiq övlad. İnşallah. Övladımızın elə da də övladları layiq olsun. Sizin yolunuzu Ot davam göstərsin, elətdirsinlər. inşallah Bəli. ki. Bəli. Allah qorusun sizi. Vəfalı dilbərim, məni görməyə. Bir səhər gəl, bir gün orta, bir axşam. Aha. Yara sarımağa, könül hörməyə. Bir səhər gəl, bir gün orta, bir axşam. Geyin sallan bizə sarı nazına, fərə kəhlik kimi xoş avazına. Deyək, gülək, söhbət edək sazına. Bir səhər gəl, bir gün orta, bir axşam. Murad Niyazını, Allah Murad kişiyə rəhmət eləsin, uzun Allah müddət rəhmət yoldaşlığım olub, məclislər keçirmişəm. Murad Niyazını dərdə salmısan. Murad Niyazını dara çəkmisən. Hər axşam eşqinlə dara çəkmisən. Ağladıb gözünə qara çəkmisən. Bir axşam gəl, bir səhər gəl, bir gün orta, bir axşam, bir səhər gəl. bir Ay gün Nizam orta. müəllim, görürəm yaman sinəniz doludur. Bunu sazla deyə bilərsiniz sözünüzü. O nə demək? Hə, Deyərəm, buyurun. Sazı dərdi. Sözü indi sazımıza verək. Sazı arvad gizlədi. Niyə? Həm aşıq paltarımı gizlədi, həm papağı, həm şalvarımı. Qorxub bəlkə məclislərə gedəsiz. Bəlkə Gedirəm, ondan niyə qorxub. getmirəm? İndi Allah qoysa bu yaxından Azaflı Mikail haqqında yazdığım Qoca Qartal dastanını televizorda danışacaq. İnşallah, Hə, inşallah. Söz sizindir. Səhəri səhəyə